Türkiyənin Aerokosmik Sənaye Şirkəti Milli Döyüş Təyyarəsi K-nın yeni prototipinə aid görüntüləri ictimaiyyətlə bölüşüb. Sosial şəbəkələrdə yayılan kadrlarda hələ son rənglənməsi tamamlanmayan prototipin uçuş-enmə zolağında hərəkət etdiyi əks olunub. Paylaşılan görüntülərdə məlum olub ki, K-nın yeni prototipi yer sınaqları çərçivəsində ilk uçuşdan əvvəl həyata keçirilən taksi sınaqlarını başlayıb. Bu sınaqlar təyyarənin ilk uçuşu öncəsində aparılan ən vacib yoxlama mərhələlərindən biri hesab olunur. Milli Döyüş Təyyarəsi K-nın ilk prototipi 2024-cü ildə ilk uçuşunu uğurla həyata keçirmişdi. İlk uçuşdan sonra layihədə yeni sınaq mərhələsinə keçirilib və uçuş sınaqlarında istifadə olunacaq yeni prototiplərin istehsalı da başa çatdırılıb. TUSAŞ hazırda K-nın sınaq və inkişaf işlərini daha müasir sistem arxitekturasına malik P1 və P2 prototipləri ilə davam etdirir. Bu mərhələdə həyata keçiriləcək yer və uçuş sınaqları vasitəsilə təyyarənin performansı, sistemləri və əməliyyat imkanları mərhələli şəkildə yoxlanılacaq.